Xoş gördük əziz dinləyicilər. Deməli, hər il dünyada korrupsiyalaşmış ölkələrin səviyyəsi göstərilir və biz 2025-ci ildə 2024-ə görə yaxşı bir səviyyəyə gəlib çatmışıq. Yəni Transparency International təşkilatı bunu yayımlayır. Yəni necə yaxşı yerə? 130-cu yerə çatmışıq. 2024-də ondan da pis vəziyyətdə idik. Bu dəfə 8 bal veriblər. Gəlib 130-cu yerə çatmışıq. Bilmirəm bu 130-cu yerə dövlət gəlirlərinin azalmasına görəmdimi, neft pullarının azalmasına görədimi deyə bilmərəm. Amma mən onu deyə bilərəm ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq bir üstəgəl birdir. Bir üstəgəl birdir. Çünki biz bunun ən normal nümunəsini yaratdığımız Asan Xidmət brendində göstərmişik. Mən düşünürəm ki, Azərbaycan xalqı, Azərbaycan dövləti indiyənə qədər cəmi cümlətanı 2 brend yaradıb. 2 brenddən birinci brendimiz Azərbaycan ordusudur ki, uşaq pulusuz, sosial vəziyyəti ağır, bir evdə güclə balayla bir daxmada böyüdülmüş əskər gəlib getdi Azərbaycan xalqının torpağını 44 günə aldı, gətirdi. Bu Azərbaycan xalqının şəxsi düşüncəsini, şəxsi gücünü göstərir. Şəxsi, necə deyərlər, ehtirasını göstərir ki, bəli, biz qəhrəman xalqıq, biz şücaətli xalqıq və bu bizim şəxsi brendimizdir, fərdi brendimizdir. Və Azərbaycan deməli şəhidinin atası nə deyirdi? Deyirdi, mənim oğlum 18 yaşına qədər bir dənə də olsun ona bir təzə paltar almamışdım. Deyir, o ilk təzə paltarını, əskər formasını geyindi və dedi ki, ata, mən təzə bir paltar geydim və getdi şəhid oldu. Baxın, Azərbaycan balaları bu qədər sosial vəziyyətin ağır vəziyyətində yaşayaraq gedib torpağını azad elədi, gəldi. İkinci isə, əlbəttə ki, bu Azərbaycan xalqının şəxsiyyətini, düxasını, onun bacaracağını göstərən ki, Azərbaycan hökumətinin yaratdığı, hakimiyyətinin yaratdığı Asan Xidmət brendidir. Asan Xidmət brendi həm də Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi və göstərdi ki, bu millət təmiz işləməyi bacarır. Bu millət üçün şərait yaratdıqda o təmiz işləyə bilir. Və bu brend bizi dünyada tanıtırdı. Bu günləri kifayət qədər ölkəyə də əlbəttə bunu ixrac da eləyirik. Yəni, mən düşünürəm ki, nəyin bahasına olursa olsun, Azərbaycan hökuməti də nəhayət asan dövlət modelinə keçməlidir. Asan dövlət modelinə keçməlidir ki, Azərbaycan xalqı ilə Azərbaycan xalqının Azərbaycan dövlətinə əlçatanlığı yaransın. Bu günləri Azərbaycan dövləti ilə Azərbaycan xalqı arasında böyük bir uçurum var. Əlçatılmazlıq var. Nə yazırsan çatmır. Biri məktub yazır, məktub çatmır. Biri ilə görüşmək istəyirsən, səni qoymurlar. Yəni, mümkün deyil. Azərbaycan xalqının Azərbaycan hakimiyyətinə əlçatanlığı həddindən artıq uzaqdır və bu da bizi fəlakətə aparır. Sosial vəziyyətin ağırlığı, ölkənin korrupsiya girdabında məhv olması mümkün deyil ki, o ölkədə müəyyən bir inkişaf yaradır. Və mən düşünürəm ki, biz nəyin bahasına olursa olsun, hökumətdə, yəni Asan Xidmətin başında, Asan dövlətin başında kimin oturmasından asılı olmayaraq, fərq etməz kim otursun. Amma Asan dövlətə keçirməlidir ki, Azərbaycan xalqının sosial vəziyyəti düzəlsin. Çünki korrupsiyalaşmış, 130-cu yerdə olan korrupsiyalaşmış bir vəziyyətlə biz heç vaxtı irəliyə gedə bilmərik. Qonşularımız bizi ötəcək və vaxt gəlib elə bir vəziyyətə gəlib çatacaq ki, bizim nə xalq olaraq çıxış yolumuz qalacaq, nə də hökumət olaraq hökumətin çıxış yolu qala bilər. Ona görə də biz bu vəziyyətə gətirib çıxartmamalı. Çünki sosial fəlakət dinamika ilə inkişafa doğru, mənfi inkişafa doğru getdikcə və sonra çıxılmaz vəziyyət yarana bilər ki, bu Azərbaycan dövləti üçün də, xalqı üçün də, hökuməti üçün də əlbəttə faciəyə gətirib çıxardar. Çünki heç bir xalq, heç bir dövlət istəmir ki, öz dövlətində yoxsul vəziyyətdə yaşasın, halbuki imkan olduğu şəraitdə. Təşəkkür edirəm.